Yadında qalsın. Kim ki ibadət etmirsə, kim ki yaradan Allaha səcdə etmirsə, Allahın əmrlərinə tabi olmursa, bil ki o insanlar ən qorxulu məxluqlardandır. O insanlardan nə desən gözləmək olar. İxlasla Allahı sevən insan, Allaha ibadət edən insan, hər gün Allahı xatırlayan insan, o ən bəxtəvər, ən gözəl dostdur, ən gözəl qardaşdır, ən gözəl insandır. Bir insan ki, ibadət etmir, Allaha sığınmır, yalanan Allaha dilində sevir, bil ki, onun dostluğu da yalanlandı, onun bütün əməlləri də elə dilində olduğu kimidir. Və dərk eləcəklə. İnsan öz-özündə, öz səhvlərinə baxıb, dərk eləməlidir ki, mən bunu səhv danışıram, bunu səhv edirəm, bu yolu səhv gedirəm. Mən hansı yol getməliyəm? Allahın bizə verdiyi yolu getməliyəm. Bu yer kürəsinin insanları necə yaşayır? Yarı qismidən çoxu şeytanın xidmət edir, yarı qismi də Allaha xidmət edir. Bu təbiidir də, yaxşı, pis var da bu dünyada. Yaxşı insanlar yaxşı yol gedəcək, pis insanlar pis. Amma öncədən Allah pis insan yaratmayıb, hamısını yaxşı yaratmışdı. Bəs nəyə görə yarısından çoxu oldu pis? Çünki imanları zəif olduqlarına görə, elmləri olmadıqlarına görə, şeytana təslim olduqlarına görə onlar şeytanın yolunu getdilər. Şeytanın da yolunda nə var? Bəlalar var, günahlar var, haram yollar var. İnsanlara bildi-bilmədi pislikləri var. Ailədə qırğın davalar salır. İnsanlar yanında hörmətdən düşür. Və şeytan öz rolunu belə oynayır da. Şeytanın vəzifəsi nədir? İnsanları murdar günə salıb Allahdan uzaqlaşdırmaq. İnsanları günah yoluna salıb Allahın düz yolundan uzaqlaşdırmaq. Söhbət budur da, sən bunu nəsəl oldu, qarına yemək yeməyi tapıb yeyə bilirsən, seçib yeyə bilirsən ki, pomidor qəşəkdir, xiyar qəşəkdir, kebab ondan qəşəkdir. Bunu seçə bilirsən, öz yolunu seçə bilmirsən ki, mən hansı yoldayam? Əgər seçə bilmirsənsə, deməli o yol şeytanın yoludur, sən orada artıq o yola öyrəşmirsən. Artıq sən o şeytanın yoluna öyrəşmirsən, ondan zövq alırsan. İnsanları allatmaqdan, insanlara fırıldaq gəlməkdən, ailədə dava salmaqdan, ona buna cavab qaytarmaqdan, ondan bundan özünün üstün bilib ağıllı bilməkdən. Bəlkə şeytan belə qidalanır da, insanı yoldan azdırıb qidalanır. Deyir, ya Rəbbim gördün, indi Adəm övladı nə gündədir, sən mənə desə ona itaət elə, mən eləməyəcəm, bax budur insan. Nəfsinin qurban olan insan budur, gör, nə edir insan, hətta sənə ibadət eləmir. Mən şeytanlığımla sənə ibadət elədim, insan insanlığına sənə ibadət eləmir, ay Allahım. Şeytan da Allahla belə süyan edir, bu söz deyə. Bax, söhbət bundan gedir. Sən özün o qədər qəlbində bundar şeylər fikirləşib, şeytan sənin qəlbinə doldurur ki, özün bir adamı yola salırsan, dalınca danışırsan. Özün bir adama deyirsən, namaz qıl, ibadət elə. Allahdan qorx, özün ibadət eləmirsən, inşallah Allah'ın da oyun oynayırsan, əməli başdır. Sən onu dərk eləmirsənsə, əgər sən bu qədər günahların göz qabağında olan onu dərk edib demirsən ki, vay mənim halıma, qaçım ibadətə, qaçım doğru yola demirsənsə, hələ yenə də özünü arxaya insaf güc sayırsansa, vay sənin halına. Vay olsun sənin halına ki, sən öz günahlarını etiraf eləməyi də bacarmırsan. Şeytan da onu qoymur, sən onu etiraf edərsən. Ancaq dünya oyunlarına başın qarışıb, dünya oyunlarının içində də dünya faciələri var. Sən faciələrin içindəsən. Bir gündə artıq elə bir vəziyyədə düşərsən ki, heç faciədən çıxmaq yox. Nə ki sənin çıxmağın? Heç bir canlı gəlib səni oradan çıxarda bilməyəcək. Niyə? Çünki sən Allahın əmrlərinə tabi olmadığına görə Allah artıq səndən əlini üzübdür. Vəssalam. Yerin göyün sahibi olan Allah hər bir şeyə qadirdir. Heç nədə möhtac deyil. Amma Allahın yolunu getməyən insan, Allahın əmrlərinə tabi olmayan bir insan, təbii ki, şeytana tabi olacaq. Şeytanın yolunu gedənin yanında Allah nə gəzir? Bir insan ki, şeytanın yolunu gedər, şeytanın əmrlərinə tabi ola, Allah orada nə gəzir? Allah ola bilməz orada. Vəssalam. Yəni, nə deməkdir bu? Allah səndən əlini üzər, sən cəhənnəmə, elə bu dünyada cəhənnəmi qazanmış olarsan. Və çoxu da qazanırdı. Çoxları da qazanır. İndi vay o hala ki, sən özün elə qazanmışlardan olasan. Həmən o insanlardan olasan. Yenə də deyirəm, sənin sualına cavab verirəm ki, yerin göyün sahibi olan Allah'a sığınmayan insanların aqibəti pisdir.
Allaha da sığınmaq necə olur? Dildə mən Allahı sevirəm deyib, əməldə şeytana qulluq eləmək yox. Allahı sevirsənsə, Allahın əmrlərinə tabi olmalısan. Nədir əmr? Gündə 5 dəfə namaz qılmalısan, dualar eləməlisən, ibadət eləməlisən, heç bir ibadətdən qaçmamalısan, heç bir attığın addımların hər birində Allahı xatırlamalısan və Allaha sığınmalısan ki, şeytanın ümidini kəsə bilərsən. Xoşbəxt, bəxtəvər o insandır ki, şeytanın ümidini kəsə bilir ibadətlərindən, dualarından. Vay o kəsin gününə ki, nə ibadət eləməz, nə Allaha sığınmaz, nə dualar eləməz, özünü tanıdığı gündən indiyənə qədər şeytana xidmət edən olur. Vay o kəsin halına. Bu nətər olur ki, sən Allahı sevmirsən, amma Allahın yaratdığı insanları sevirsən. Sən Allahla dostluq eləmirsən, Allahın yaratdığı insanlarla dostluq edirsən. Sən Allahın əmrlərinə tabi olmursan, amma Allahın yaratdığı insanların sözlərinə tabi olursan. Bu nə sevgidir belə? Bu necə olur belə? Bəyəm sən çölə çıxıb insanların içində gəzmirsən, sən gözün görmür, baxmırsan insanlara, Allah sana ağıl verməyib. Görmürsən ki, insanlar var məscidə qaçır, insanlar var ibadətə qaçır, insanlar da var ki, əyri yollara, günahlı yollara, pis əməllərə qaçır. Sən görmürsən, indi bax görsən, hansı sırada dayanmırsan? İbadət əhlinin sırasındasan, yoxsa cahillərin, günahkar olan insanların sırasındasan? Yəni Allah yolunun sırasındasan, yoxsa şeytan yolunun sırasındasan? Sən bunları dərk eləmirsənsə, vay sənin gününə də. Bir get kürsüdə üzrə baxda gör, nəyə qulluq edirsən sən bu dünyada? Nəyə gəlmirsən bu dünyaya? Aydınlaşdıra bilmirsənsə, get səni bu dünyaya gətirən anana sana denən ki, abala, mən gətirmişim bu dünyaya, necə yaşayayım mən? Necə yaşamalıyam? Əgər sənin valideyn doğru yoldadırsa, səni başa salacaqlar. Yox, onlar da əyri yoldadırlarsa, vay elə sənin birinci valideynlərin halına ki, özləri əyri yolda oldu, səni də gətirilər dünyaya, özlərinə tay elədilər və öz yollarına cəlb elədilər. Sana da tərbiyə verib, səni doğru yola yönləndə bilmədilər. Elə umumən vay olsun birinci sənin ailənin halına. Və sən də əyri yolda ola, tərsən də gelib bir xalqın qızını alıb, ondan bir övlad gətirəsən, yenə də vay olsun sənin halına ki, o övladı da necə valideyn səni öz günə salır, sən də onun öz günə salarsan. Yazıq o gələn uşağın halına. Bax, söhbət budur, qardaş. Ona görə də dünyada baxırsan ki, yarıdan çoxu yolların azmışlardandır. Çünki şeytanın əmrlərinə tabi olanlardır. Harada günahlar var, onları şeytan gözəlləşdirib, o günahları, onlar da günahların içində böyüyürlər və yaşayırlar. Hətta çoxu elə günahlarla da həyatın dəyişir, gedir Allahın huzuruna. İndi necə yaşayıblar, elə də öləcəklər, necə ölüblərsə, elə də qalxıb Allaha cavab edəcəklər. Təbii ki, günah içində yaşayıb ölənlər də cəhənnəmlikdir də. Bu təbii də bunu da bilməyən insan deməlidir, qorxsun ki, o adamda heç vahşi ağlı yox imiş ki. Allahı saxta sevən insanların ətrafında da saxta insanlar olar. Bizi bizdən də yaxşı tanıyan Allah, qəlblərimizin sahibi olan Allah, niyyətlərimizin sahibi olan Allah hər bir əməlimizdən, hər bir işlərimizdən xəbərdardır. Bunu unutma.